Qarğıdalını cəmi 10 dəqiqəyə bişirirəm. İnanırsınız? Elə özüm də bu ildən öyrənmişəm bu üsulu. Qarğıdalları tərtəmiz təmizləyirsiniz. Baxın, nə saçağını atmıram, nə qabığını atmıram. Saçağını saçlarım üçün dəmləyirəm, qabığını isə böyrəkləri təmizləmək üçün dəmləyirəm. Yəni ödəmə atmaq üçün. Suyu qaynadırsınız. Bir xörək qaşığı şəkər tozu əlavə edirsiniz və qarğıdalları əlavə edirsiniz qaynar suyun üzərinə. 10 dəqiqəyə qaynayır və salam. İnanın ki, 10 dəqiqəyə qarğıdalarınız elə gözəl bişəcək ki, qarğıdalları qazandan çıxartdıqdan sonra qazanı söndürürəm. Elə həmin suya qabığı ilə saçaqlını əlavə edib, qapağı bağlayıb elə suyun istiliyində də dəmləməyə qoyuram. Soyduqdan sonra suyundan saçımı yuyuram. Saçınız tökülmürsə, ödəminiz varsa, böyrəyinizdə duz varsa, suyundan adi su əvəzi içə bilərsiniz. Bir həftə içirsiniz, bir həftə fasilə verirsiniz. Çox gözəl də nəticəsini görəcəksiniz.